Qeyd elədiniz ki, valideynlərinizi təhdid eləyirdiniz ki, onlar sizə pul versinlər narkotik almaq üçün. Artıq bu narkotiki alıb istifadə edəndən sonra heç bir içinizdə utanc hissi olmurdu valideyninizə qarşı elədiyiniz bu hərəkətlərə görə? Yox. Deyirdim, həyat belə xoşdur, belə gözəldir. O elədiklərimi mən bugün başa düşürəm. Bəs bu qədər uğurların içində düşünmürdünüz ki, bir gün bu sizi uçuruma aparacaq, həyatda tutduğunuz bütün mövqeləri itirəcəksiniz? Yenə iradəm fikirləşirdim. Dəfələrlə yarışlara çəki salmışam. 14 kilo yarım, ən çox çəki saldığım 14 kilo yarım olub. Dünya çempionatına Özbəkistanda, Taşkənddə idi. Orada çempion oldum. Yəni, bunlar elə bilginə, onların qarşısına elə bilginə şlaqban kimi kəsirdi ki, mən güclüyəm, mən fərqliyəm. Məni yıxa bilməz. Əgər geri qayıtsaydınız, nəyi dəyişərdiniz? Geri qayıtsaydım, ilk dəfə yüngül narkotik istifadə edilməzdim. Mən o uşaqlarla çölə çıxmazdım. Oturub bir qısmı sındırıb bir yerdə çayımı içərdim. Narkotik istifadə edirdiniz, eyni zamanda yarışlara gedirdiniz və burada insanın bir içi ilə səsləşməsi olur, özü ilə səsləşməsi olur. Həmin o səsli özünüzlə səsləşəndə özünüzə nə arzu edirdiniz, necə hisslər keçirirdiniz? Düzdür ki, olub elə bir hallar, yəni dəfələrlə olub, təzə-təzə istifadə edəndə deyirdim, Allaha dua edirdim ki, mən əgər bugün istifadə edirəmsə, bugün heç nə eləyə bilmirəm də, heç bir çıxış yolum yoxdur. Dəfələrlə detoksdur, müalicələrdir, evdə, məndən İranda, bunların heç biri mənə kömək olmur. Amma onu ilə belə fikirləşirdim ki, ay Allah, mənim canım alanda narkoman kimi ya, bu dünyadan köçməyim. Amma bir yerə gəldi, çıxdı ki, Allaha isyan eləyirdim ki, əgər sən doğrudan da varsansa, yəni al mənim canımı da, mən təslim olum. Mən artıq ölmək istəyirəm, mən belə yaşamaq istəmirəm. Bir növ özünüzü ölümə təkid eləyirdiniz. Deyirdiniz ki, ölüm canımı qutarsın, amma belə başa düşürəm ki, danışdıqlarınızdan bunun içində bir insan sevgisi də var idi, özünü sevgi var idi ki, sağalım, yenidən həyata qayıdım. Yox, Allaha mən isyan eləyirdim. Deyirdim, yəni sən yoxsan. Sən varsansa, ya mənə öldürgünəndə mən atama əziyyət verirəm, anama əziyyət verirəm, uşaqlar, ailə, məndən dost, tanış, onu Allah, bunu fırlat. Mən bu şeyləri yaşadım da, mən yaşamaq istəmirəm. Bundan istisna bir-iki dənə şey qalıb ki, onlar da mən vermək istəmirəm də əldən. Bilirsiniz Vüqar bəy, bir şey də maraqlıdır ki, bu yolda olan insanlar heç vaxt intihara cəhd etmir, intihar haqqında düşünmür. Bəs bayaqlarda vurğuladım ki, qorxaq olurlar. Mən məsəl üçün intihar belə fikirləşmişəm ki, yol keçəndə maşın vursun, öldürsün məni. Anı bir momentdə, hansısa bir 9 mərtəbənin başına çıxım, oradan özümü atım, o şeyi fikirləşməmişəm. Maşın vursun, öldürsün məni, ya hansısa bir hadisə baş versin, orada da bina açsın üstümə, mən nə bilim də şkaf düşsün üstümə, elə bir dənə anı moment mən ölüm çıxım yedim. Lazımsız bir şeyəm də, heç bir şey yaramıram. Artıq bu bəladan qurtarmış bir fərd olaraq insanlara kömək eləyirsiniz və bu narkotiklə mübarizədə, bu bəla ilə mübarizəni necə aparırsınız? Bu gün də əvvəl bir idmançı kimi özümdən fəxr eləyirdim. Gələcək nəslə nümunə kimi məni göstərirdilər. Bugün bir sağlam insan kimi insanlara kömək eləyərək özümə motivasiya verirəm və cəmiyyətin də baxışlarını görürəm ki, bəyənirlər. Bu elə bilginə məni canlandırır ki, bu şeylər doğrudan da baş verməli idi ki, mən nələrisə həyatı başa düşüm. İdmanla məşğul olan gənclərə hansı tövsiyəni verərdiniz? İdman, nəinki idmanla məşğul olan gələcəyimiz, mən ümumi demək istəyirəm ki, dərslərini yaxşı oxusunlar, ailələrinin, atanın sözünə qulaq assınlar, müəllimələrinin sözünə qulaq assınlar.
Yəni bugünkü gün bundan 1-2 il qabağa kimi formalaşmış belə deyim də Vüqar narkoman da, qabağında da narkoman var idi da, Vüqar sözünün də, Vüqar, Çans Vüqar narkoman. Bu şeylərin baş verməməsi üçün mütləqdir ki, ata, ana, müəllimələrin sözünə yəni qulaq asmalıdırlar. Hansısa bir iş görürlərsə onu məsləhət eləməlidirlər. Mən yəni ömrü boyu 14-15 yaşından düz 33 yaşına kimi, 34 yaşına kimi öz bildiyim kimi yaşamışam. Öz bildiyim kimi yaşamağım da mənə bugünkü gün yox, 2 il bundan qabağa kimi gətirdi, hara çıxartdı. Yəni bir cani idim mən. Ya tutulmaqdan qorxmurdum. Dəfələrlə bayaq etdim, tutulmuşam, dəfələrlə. Tutulmağınız da narkotika görə olub. Bəli, dəfələrlə. Yəni Surakda da olmuşam. Yəni Surakda olanda da fikirləşirdim ki, çıxıb eləməyəcəm. Atama söz verirdim, ailəmə söz verirdim. Həmən ki, an üçün doğrudan da mən yəni ki, başım mənə inandırırdı ki, çıxanda heç nə eləməyəcəksən. Yəni, çıxdım yenə həmən ki. Türmə həyatı necə idi? Çox çətin idi orada. Əslində 21-22 yaşında möcəyə oranı özüm arzulayırdım. Prosta qismət olmurdu. Hər səfərində atam gəlib mənə kömək edirdi. İstəyirdim, bir marağım var idi, oraya gedim görüm nə olan bir yerdir, nə olan şeydir. Bu istək yəqin ki, narkotikin təsiri altında olub da. Narkotikin təsiri altında ətraf mühitim, dostlarım, yəni tutulurdular, gedirdilər, mən gedirdim, onlarla görüşürdüm. Yəni bir çox şeylər var, indi onlar kameranın qarşısında yəni, danışmaq olmur. Bəs o zindanın soyuq divarları necə? Sizi itələmirdi ki, bura olmaz? Ora öz evim kimi görürdüm. Öz elə bilginən mən necə deyim də, çünki oranı arzulayırdım. Mən artıq mən necə deyim də düşüncələrimlə orada yaşayırdım. Maraqlıdır ki, həyatın ən gözəl anlarını görmüsünüz siz. Xarici ölkələr gəzmək, idmançı olmaq, hər kəs sizin uğurunuza əl çalıb, sizi öpüb, qucaqlayıb, sevgi və nəvaziş ətrafında və uçuruma gedən bir yol. Məktəbin ətrafında bizdən yuxarı siniflər var idi, maraq var idi, həvəs var idi və mən onların yanında ola bilməməyi qorxusu var idi. Cəmiyyətin təkidi. Yəni siz özünüzü təkid eləyirdiniz ki, hansı ki cəmiyyətdəki o fərdlərə qoşulasınız. Ondan əlavə də mən onlar elə bilginən əl çatılmaz idi. Elə bir yerə gəldi, çatdı ki, mən artıq Vüqar dünya çempionu, Avropa çempionu sözüm yəni qəribçiliyə yəni getməsin. Artıq gördüm onlar mənim ətrafımdadır. Onlar artıq başladı sizin yanınızda olmaq. Onlar mənim ətrafımdadır, məndən gedirik, gəlirik. Heç oldumu ki, artıq gördünüz ki, onlar düzgün həyat tərzində, düzgün həyat yolunda deyil, onlardan uzaqlaşmaq istədiniz və onlar sizi onlardan uzaqlaşmağınıza icazə vermədi? Narkotik uzaqlaşdırdı. Narkotik hər kəsdən uzaqlaşdırdı. Yaxşı bir həyat tərzindən uzaqlaşdı. Onların arasında elə yəni uşaqlar var idi ki, onlar narkotik istifadə etmirdi. O uşaqlar sizdən uzaqlaşdı. Avtomatda yəni ki, görürdülər mən narkotik istifadə edirəm. İstər-istəməz mənə fiziki, psixoloji, mənəvi yəni qaçırdım onlardan. İstəmirdim mən o cürünə görsün. Sizlə yarışa gedən dostlar bunu bildikdən sonra sizdən uzaqlaşdı. Nə itirdiniz orada? Utanırdım. Özünüz uzaqlaşırdınız. Özümü utanırdım, bəli. Müəllimdən, uşaqlardan, yarışlardan.